Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu günləri bilincik tortunun xəmirini hazırlayacağım. Amma yəni içinin kremləməyini, bəzəməyini eltim edəcək. Çox gözəl də etmişdi qızlar. Əllərinə sağlıq. Buradan təşəkkürümü bildirirəm. Mən hazırladım. O isə kremləmişdi, bəzəmişdi. Elə şey, məsələn, bəzəməkdir, kremləməkdir. O çox gözəl, yəni belə deyim, ideyalıdır. Mən düzü heç bişirməmişdim. Bilincik tortu heç yeməmişdim. Amma hazırladım içliyini, kremləməyini, bəzəməyini özü etdi. Burada 2 porsiyanınkini etmişəm qızlar. Birini onlar üçün, birini də özümüz üçün. Yenə deyirəm, hər ikisini də özü kremləyib, özü bəzəyib, bizə elə gətirmişdi. Mən 10 stəkan suyun bilincikini hazırlamışam. Su ilə etmişəm qızlar, yəni belə südlə etməmişəm, amma bilincik hazırlayanda həmişə südlə edirdim. İndi şirniyyatda ağ olmaq üçün, həm də ki cırılmamaqdan ötəri bəzən süddə xəmir görürük ki, deşik-deşik olur, cırılır. Ona görə də elə su ilə etdim. Çox hallarda da elə bilinciki də mən yəni su ilə edirəm, daha yaxşı olur. 5 ədəd yumurta götürmüşdüm. Hər zaman, yəni bildiyimiz kimi yarım qaşıq bir porsiyaya duru yağ atırdıq. İndi bir qaşıqdan artıq atmışam. Bir çimdik halallıq üçün duz, bir çay qaşığı soda, bir də ki şəkər tozunu qızlar. Mən həmişə çay qaşığının ucunda tökürdüm. İndi artıq tökdüm. Çünki ona görə ki şirniyyat olduğu üçün şəkər tozunu hardasa 3 qaşıq şəkər tozu tökmüşəm. Bir də 2 stəkandan artığa kimi un götürmüşəm. Un da fərqlidir qızlar. Ona görə ki fərqlidir ki unlar, indiki unlar, yəni paçka unlar bir başqa, məsələn, adi çəkirsən qramında fərqli olur, amma belə kilo ilə aldığımız unlarda çox yəni fərq olur. Bir də vanil götürmüşəm. Vanili də ona görə tökdüm ki, şirniyyat olduğu üçün. Bilirik ki, yəni bilincikə heç ehtiyac yoxdur, yəni tökülmür, amma şirniyyat olduğu üçün bir paketdə vanil atmışam. Gördüyünüz kimi onu da dolu şəkildə edirəm. Çox gözəl alındı qızlar. Birinci dəfədə etdim. Düzdür, birinci xəmirini hər zaman edirəm. Amma birinci dəfə idi ki, yəni mən bilincik tortu üçün xəmirini hazırlayırdım. Amma çox gözəl alındı. Yenə deyirəm, mən bu videolarımda çəkib kiməsə yəni öyrətmək məqsədi ilə çəkmirəm. Sadəcə istədim ki, bir vlog olaraq kanalımda da yəni bilincik tortu olsun. Həm özümüzə də maraqlı gələr. Heç hazırlamamışdım. Həm də istədim ki, yəni kanalımda olsun. Əgər yəni bəyənərsinizsə də sizlər də edə bilərsiniz. Yenə deyirəm, mən öyrətmək məqsədi ilə çəkmirəm. Sadəcə bir vlog kimi kanalımda çəkib paylaşmaq istədim. İstədim ki, yəni kanalımda da bilincik tortu olsun. Mən burada eyib bir heç nə görmürəm qızlar. Bəlkə də deyərsiniz ki, yəni bunu bilməyən yoxdur. Yəni orada nə var? Sadəcə mən yenə deyirəm, mənim özüm də elə olur ki, hansısa bir şirniyyat olsun, hansısa bir adi yeməklər olsun, bilmirəm. Açıram YouTube-a baxıram, yəni vərəqlədikcə qarşıma baxıram ki, vloglarda xanımlarımız gözəl yeməklər, şirniyyatlar hazırlayır. Elə zonalar var ki, fərqli yeməklər, şirniyyatlar olur. Baxırsan ki, maraqlı gəlir, yəni görünüşü gözəldir. Sən də etmək istəyirsən ki, edim, görüm necə alınır. Yaxşıdırsa da qaydırsan, yenə də edirsən. Yəni mən elə hardansa nəyisə götürüb, baxıb öyrənməyə pis baxmıram. Bəzən olur ki, xanımlar deyir ki, burada nə var ki, onu çəkirsiniz, paylaşırsınız. Yəni indi baxırıq ki, sosial yəni verişlər var, sosial kanallar var. Yəni burada hər bir mən bir eyib görmürəm. Hamı da çəkir də, paylaşır da. Bir də
mövzuya gəlmək istədim qızlar. Yəni videomuzun olduğu üçün biraz istədim söhbət edim sizlərlə. Baxıram videolarıma, tək mənim yox. Baxıram videolara, gözəl videolar var YouTube-da. Baxırsan ki, baxış sayı çoxdur, amma bəyənmə sayı azdır. Bəzən elə olur ki, mən hər zaman hər videoya baxıram da, bəyənirəm də. Çünki ona görə ki, o hansısa bir insan, mən onu əvvəl yəni bəlkə də dərk eləmirdim. Çünki özüm videonu çəkdikcə bilirəm ki, onun əziyyəti necədir. Yəni adi halda tez nəyisə hazırlayırsan, bişirirsən, tez yəni qoyursan ora, amma videoda elə bir yəni çəkilişdə elə olmur. Hamısını nizamla, intizamla edirik, səliqəli olsun deyən hər bir düz deyil. Yəni evdə də hazırlayanda səliqəli hazırlayırıq, söhbət ondan getmir. Yəni videoya vaxtımızı sərf edirik, belə deyim, enerjimizi sərf edirik, çəkirik, sonra video yəni inşotdan düzəldirik, səs yazırıq. Bunların hamısı vaxt aparır. Deyirsiniz ki, özünüz üçün yəni video çəkir, özü üçün video çəkir, kimə aidiyyəti var? Yox, amma insanlarımızda belə bir xasiyyət, yəni indiki dövrdə deyirəm, kimsə kiminsə uğruna sevinmir, kimsə kiminsə əziyyətinə dəyər vermir. Biz çalışaq ki, kiminsə əziyyətinə dəyər verək, kiminsə uğruna sevinək. Biz sevinək ki, Allah da bizim yəni o sevincimizə sevinsin, bizi də mükafatlandırsın. Bizim insanların qəlbində elə bir bu dəqiqə elə bir necə deyim, zamanəyə mi deyim, elə bir vaxta mı deyim, gəlib çatmışıq ki, heç kimin uğruna sevinmir, heç kim istəmir ki, kimsə irəli getsin. Kimin ürəyi necədir? Allah da ona görə onu mükafatlandırır. Vallahi biz yaxşı olaq ki, gəlin biz kiminsə uğruna sevinək, kiminsə əziyyətinə dəyər verək ki, Allah da bizi mükafatlandırsın. Bəlkə də deyərsiniz ki, sən özün video çəkirsən, ona görə deyirsən. Xeyr, yox, ona görə demirəm. Mən hər zaman düşünürəm ki, mən əgər kiminsə uğruna sevinirəmsə də, kiminsə əziyyətinə dəyər verirəmsə də, Allah da məni görür, mənim də əziyyətimi, mənim də uğuruma dəyər verir, məni də mükafatlandırır. Necə mən kiminsə uğruna sevinirəmsə də, Allah da məni onun bilmirəm, bəlkə də onun sayəsində, bəlkə də bilir ki, insanın qəlbi təmiz olduğu üçün həmin adamı daha da mükafatlandırır. Gəlin çalışaq ki, ürəyimiz kinli olmasın. Söhbət videolardan getmir, söhbət bu vloglardan getmir. Sadə adi belə həyatımızda olan hadisələrdən deyirəm. Heç kimin uğruna sevinmir. Yəni sevinmir ki, hə bu insan uğur qazandı, amma bilmir ki, o uğuru necə qazandı. O uğuru da əziyyətlə, əzabla, zülmlə o uğuru qazanır. Ona görə deyirəm ki, gəlin hamımız bir-birimizin uğruna sevinək. Şərt bu videolar deyil. Əgər baxırıqsa da, görürüksə də o videoları da gəlin bəyənək, izləyək. İzlədiksə də onun əziyyətinə dəyər verək. Yenə deyirəm, mən uzatdım, yəni söhbəti özüm üçün demirəm. Sadəcə insanların qəlblərindəki o necə deyim, kirli o hisslərimi deyim, kirli düşüncələrimi deyim. Biraz insanlar qəlbləri nə qədər təmiz olsa, daha da gözəl olar. Mən bu qədər yəni danışmaq istədim. Sadəcə istəyirdim ki, bir söhbət edim sizlərlə. Baxırdım ki, videolara dəyər verməməkdən, insanlara dəyər verməməkdən gəlin çalışaq ki, hər kim olur olsun onun uğruna sevinək. Belə qızlar, bəlkə də mənim sözlərim kimlərinsə xətrinə dəyir, kimlərsə bu sözləri qəbul etmir. Amma sadəcə bir fikir olaraq istədim bir sizlərlə söhbət edəm. Əgər səhv düşünürəmsə də və yaxud da düz düşünürəmsə də hər birinizi yorumlarda gözləyirəm. Bəlkə də mən səhv deyirəm. Qızlar, mən hazırladım.
aparatda hazırlayacağım. Ocaqda etməyəcəm. Mənim aparatım biraz çox böyükdür. Yəni birinci aparatım orta olsa daha gözəl olar birincikə, amma bu sırf elə biraz böyükdür. Torta daha yaxşıdır. Çox da gözəl alındı torta. Yəni irliyi də çox gözəldir. Amma can rahatçılığıdır qızlar. Bilmirəm sizlər necə? Sizlər yəni qazda bişirməyi sevirsiniz? Yəni tavadan yoxsa belə. İndi bu dəqiqə hamının evində var. Demək olar ki, bu aparatdan. Amma bəzən deyirlər xanımlar ki, yox, qazın üstündə etmək daha rahat gəlir. Kimə necə rahat gəlir, o cürə də bişirir. Yəni sözüm onda deyil. Sadəcə bilirəm, yəni dediyim odur ki, bu aparatı kim yəni çıxardıbsa da yəni çox gözəl bir icaddır. Çox razıyam ki, yəni can rahatçılığıdır. Bəzən elə olurdu ki, o tavada tutturana kimi, aldırana kimi bir neçəsi yəni xarab olurdu, amma bunda rahat olur. Gördüyünüz kimi bircə dəfə, yəni təzə başlayanda yağlayıram. Ondan sonra yağlamağa elə də ehtiyac yoxdur. Çox gözəl də olur. Mən çox qızartmadım qızlar. Çünki şirniyyat edəcəydim deyən tam qırmızı etmədim. İkisini, üçünü belə üzərində olan üst hissələrinə görə qızartdım, amma tam qızartmadım. Bir də qızlar, belə bir söz deyim. Düzdür, mən sadə etmişəm. Eltimə dedim rəng qatımı, o özü istəmədi. Yenə deyirəm, zövqlər müxtəlifdir. Yəni özü dedi ki, yəni ağ olsun. Mən görürəm, YouTube'da da baxdım, şirniyyat bişirən xanımlarımız da, sırf yəni TikTok'da baxıram ki, şirniyyat bişirib örgədən xanımlarımız var. Onlar bu bilinç xamırının içərisinə qırmızı rəng qatırlar və ondan qızıl gülü düzəldirlər. Yəni bilinçik tortunu qızılgül formasında çox gözəl olur. Çox yəni zövqlü, belə deyim, süfrələrə rəng qatan bir gözəl şirniyyat olur. Çox bəyəndim, çox xoşuma gəldi. Yəni süfrəyə bir gözəllik qatır ən azından. Necə turbuçkalar süfrəyə bəzək verir, süfrəyə zövq verir. Elə də bilincik tortunu elə rəngli etsək daha gözəl olar. Mənə elə gəlir. Yəni yenə dediyim kimi zövqlər müxtəlifdir. Bəzən baxıram ki, YouTube'da yəni içərisinə meyvə də doğrayan var, meyvəli bilincik tortu da edən var, və yaxud da üzərinə doğrayan var, bananla, meyvələrlə, yəni hazırlayanlar var. Mən sadə yəni eltim sadə gül formasında, üstünü gül formasında yığmışdı. İçərisinə isə banan doğramışdı. Bəzən baxıram ki, çiyələmlə də bəzəyənlər var. Sadə halında, belə halında da bəzəyənlər var. Çox gözəl oldu qızlar. Yəni birinci xəmiri də gördüyünüz kimi çox rahat, yumşaq, əldə belə deyim, ovuçda tutulacaq. Bəzən elə olur ki, birinci xəmirini belə əlində tutanda cırılır, deşik olur. O da belə deyim qızlar, mənə elə gəlir ki, sodanı biraz artıq tökəndə o elə deşik olur. Bir də adətən baxıram ki, yəni südlə də etmişəm, su ilə edəndə daha gözəl olur. Cırılması olmur, bükülməsi rahat olur. Südlə olanda elə bir ki, biraz necə deyim, o deşik olması, cırılması daha çox olur. Belə bir porsiyanı demək olar ki, 2 porsiyanı da bişirdim. Birini əvvəl qoydum qırağa, birini də sonra bişirdim. Çox gözəl oldu qızlar. Yəni gördüyünüz kimi 2 porsiyanı da hazırladım. Rəngi də çox gözəl oldu. Nazikliyi də yerində. Çox qalın sevmirəm. Adi bilinçikdə belə qalınlığını sevmirəm. Həm də ki, belə şirniyyatda vapşi qalın sevmirəm. Gördüyünüz kimi qatları da, rəngi də çox gözəl olub. Mən qızartmadım. Biraz üst hissələrinin üstünü bəzəmək üçün biraz qızartmışdım. Amma qalan heç nə qızartmadım. Çox gözəl oldu. Gördüyünüz kimi əldə, ovuçda da yumşaq, qatlanan, cırılmayan bir xəmir alındı.
İstəsəniz siz də həmin bu reseptlə edə bilərsiniz. Çox gözəl də asan bir reseptdir. Belə mən hazırladım. Eltim aparsın, kremləsin. İnşallah elə kremləmiş formasını da sizlərə də yəni hazır vəziyyətini çəkib sizlərə də paylaşacağım. Çünki kremlədiyini çəkməyib, sadəcə evə bizə gətirdiyini sizlərlə paylaşacağım. Çox gözəl alındı. Mən yəni birinci dəfəm idi ki, birinci üçün belə xəmir hazırlayırdım. Belə qızlar, çox gözəl, əllərinə sağlıq, gözəl bir şirniyyat hazırladı. Üstünü də dediyim kimi belə bir formada hazırlayıb. İstəsəniz siz hər cürə formada edə bilərsiniz. Gül formasında da, bu formada da meyvəli, üzərinə meyvə də düzə bilərsiniz. Əllərinə sağlıq Eltimin də, elə mənim də əllərimə sağlıq. Mən də əziyyət çəkdim, o da əziyyət çəkdi. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda hər birinizi gözləyirəm. Kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm əziz izləyicilərim. Sizin dəstəyinizə mənim ehtiyacım var. Sizlərin sayəsində mən yenə də o abunəlik sayımı qaldıracağam. Mən sizlərin sayəsində o saatımı tamamlayacağam. Hər birinizdən o dəstəyi gözləyirəm. Gördüyünüz kimi kremi də çox gözəl alınıb. Elə bil ki, marojna kremidir. Çox gözəl də, yəni yumşaqlığı da yenə yerində olduğu kimi. Göz haqqınızı halal edin qızlar. Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər.